Hörmətli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra bil ki, biz elə bir zamanda yaşayırıq ki, fitnələrlə dolu, azğınlıqlarla, xurafatlarla dolu və gün-gündən görürsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətində, hədislərində şəkk edənlərin sayı get-gedə artır. Görürsən ki, nəsə səslər eşidilir, artır. O kəslərin ki, inkar edirlər bu hidayət yolunu, Peyğəmbərin qoyduğu o əzəmətli yolu, o mənhəci, hansı ki, ondan uzaq düşmək, onu inkar etmək, azğınlığın növlərindən bir növdür. Əksinə doğru yoldan, düz olan siratdan uzaq düşməkdir. Ona görə diqqət eləməlisən. Diqqət eləməlisən və insanların düşüncələrinin düzəlməsi üçün çalışmalısan ki, onların düşüncələri düzəlsin, haqq üzərində sabit olsun. Çünki Allah Teala öz kəlamını, öz kitabını, Quranı nazil edəndə insanlara hidayət üçün nazil edib. Onda hər şeyin beyanı var. Qəlblərdə olan üçün şəfadır. İnne hâzel Qur'ane yehdi lilletihi aqvam. Həqiqətən bu Quran ən doğru yola yönəldir. Lakin bil ki, bu mübarək kitab onu ilə bərabər Peyğəmbərinin sünnəsi də gəlib. Onu ilə bərabər Peyğəmbərinin hədisləri də vəhy olub. Hansı ki, əməli tətbiqdir bu kitaba. Ona görə də sünnəni əzəmətləşdirmək, Allahın kitabını əzəmətləşdirməkdir. Və mümkün deyil ki, sünnəni, hədisləri Allahın kitabından ayırasan, biri digərini tamamlayır. Və sünnəni əzəmətləşdirmək vacibdir, çünki Quranın bəyanıdır, açıqlamasıdır, təfsiridir. Və sünnə, Quran kimi ona bərabər onun ilə yanaşı gələn bir məslərdir. Onun ayrılmaz bir hissəsidir. İslam qanunlarının ortaya çıxmasına səbəbdir. Və kim sünnəni əzəmətləşdirirsə, həqiqətdə Quranı əzəmətləşdirir. Və sünnəni əzəmətləşdirmək, vəhyi əzəmətləşdirməkdir. Allahın kitabının təfsiri olduğu üçün dedi ki, Allah Teala öz kəlamını, Quranını nazil edəndə heç də mücərrəd oxunan bir kitab kimi nazil etməyib. Əksinə ona əməl edilsin deyə, bu ümmət üçün düstur olsun deyə nazil edib. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də bu əzəmətli kitabı açıqlayıb, onu təfsir edib. Ona görə sünnəni, hədisləri rədd edən, inkar edən necə Allahın kəlamına iman etmiş sayılar. Heç ağıl qəbul edirmi ki, kitabdan nəyi bəyəniriksə onu götürək və Peyğəmbərin gətirdiyini, açıqlamalarını tərk edək? Əsla mümkün olan bir şey deyil. Və Allah Teala Quranı nazil edəndə mücərrəd dedi ki, oxumaq üçün nazil etməyib. Əksinə onda bəyan var, açıqlama var və onunla yanaşı öz elçisini göndərib, əzəmətli bir risalə ilə insanlara bu kitabdan Allah Teala'nın muradını açıqlasın deyə. وَمَا أَتَاكُمُ الرَّسُولُ فَخُذُوا وَمَا نَحَاكُمْ عَنْهُ فَانْتَهُوا. Allahın elçisi sizə nə verirsə onu götürün, nəyi qadağan edibsə ondan çəkinin. Ona görə də sünnə, hədislər Quranda mücməl olaraq, ümumi olaraq gələnin açıqlamasıdır. Müşkül, çətin olanın bəyanıdır, ümuminin xüsusiləşdirilməsidir, Quranın kamilliyidir, tamamlanmasıdır. Və müsəlman mümkün deyil ki, sünnəsiz, hədislərsiz dinini tam, kamil başa düşsün. Ələ inni utitul Qur'anə və mitləhu mə'ə. Deyir ki, sallallahu aleyhi və səlləm, bilin və agah olun ki, mənə Quran və onun mislində bir şey verildi. Ələ yuşiku raculun şəb'an alə arikəti. Və qorxulur ki, bir vaxt gələcək ki, tox bir kişi kürsüsündə əyləşmiş, deyəcək ki, aleykum bihədəl Quran. Deyəcək ki, bu Quranı götürün. Fəmə vəcəddum fihi min hələlin fəhillu. Onda nəyi halal tapdınız, onu halallaşdırın. Və mə vəcəddum fihi min haramin fəhərrimuh. Nəyi haram tapdınızsa onu haram edin.
وَاِنَّمَا حَرَّمَ رَسُولُ اللّٰهِ كَمَا حَرَّمَ اللّٰهِ Həqiqətən Allahın elçisi nəyi haram etmişdirsə, Allahın haram etdiyi kimidir. Ona görə də sünnənin, hədislərin inkar edənlər öz nəfslərini böyük bir təhlükəyə atırlar. Doğru yoldan uzaq olmaqla yanaşı, sünnəyə qarşı laqeydçizlikləri, səhlənkarlıqları, onların Quranı düzgün başa düşmələrini məhrum edir onları. Azdırır onları bu doğru yoldan. Çünki ümmət icma edib ki, sünnə bu dinin məsləridir. Əhkamların, qanunların həyata keçməsi üçün sünnə Quran kimi vəhidir və hüccətdir. Ona görə İmam Şafii rahiməhullah deyir ki, əcmə'ən nəs ələ mən istəbənət ləhu sünnəti Rasulillahi sallallahu aleyhi və səlləm. İnsanlar icma ediblər, ittifak ediblər ki, kimə Allahın elçisinin sünnəsi bəyan olandan sonra ləm yəkun ləhu ən yədə'əhə li qavli əhədin minən nəs. Ona insanlardan kiminsə sözünə görə sünnəni tərk etməsi icazəli deyil. Elə isə ağıl necə qəbul edər ki, ümmətin ittifak etdiyi bir şeydən uzaq düşəsən, tərk edəsən, ayırasan onu Allahın kitabından. Ona görə sünnənin əhəmiyyətini dərk edirsən, o vaxt görəndə ki, Quranda gələn ümumi əhkamları şərh edir. Necə də yox, əmr edib Allah Teala öz kəlamında bizə namaz qılmağı, zəkat verməyi, həcc etməyi, lakin necə qılaq, necə zəkat verək, necə həcc edək? Peyğəmbər sallallahu aleyhi və səlləm Quranın bu əmrlərini təfsilatı ilə açıqlayıb bizə sallallahu aleyhi və səlləm deyəndə ki, sallu kəmə rəaytumuni usalli. Namaz qılın, necə məni gördünüz namaz qılıram. Həmçinin deyəndə ki, xudu anni mənəsikəkum. Məndən həccinizin əhkamlarını götürün. Ona görə də sünnə önəmlidir və Quranı açıqlayandır və hər bir müsəlman bilməlidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisləri heç də mücərrəd, əlavə yol göstərən bir nəsihət, bir vasitə deyil. Əksinə məslərdir. Quran kimi bizə nəyin doğru, nəyin səhv olduğunu göstərən Quranın əməli tətbiqidir. Ona görə də fikir versən, Quranın daşıyıcıları, onlar sünnənin daşıyıcılarıdır. Quranı bizə nəql edənlər, hansılar ki, nəql ediblər, onu qoruyaraq, olduğu kimi Allah Taala'nın köməyi ilə, dəstəyi ilə o kəslər sünnəni də bizə nəql ediblər. Ona görə də sünnəni qoruyanlar, elə Quranı qoruyanların özləridir. O səhabələr, o təbiinlər, o alimlər, hansılar ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra Quranı qoruyublar və rəvayət ediblər, isnadı ilə, səhih rəvayətlərlə bizə gəlib çatıb, o ravilər eyni sünnənin raviləridir. Eyni sünnəni rəvayət edənlər Quranın raviləridir, onun daşıyıcılarıdır, onu müdafiə edənlərdir, bu dini müdafiə edənlərdir, hansılar ki, çalışıblar, dini qoruyub saxlamaqla səhv, azğın fikirdə olanları doğru yola yönətsinlər. Onların düşüncələrini düzətsinlər, xüsusən də əzəmətli bidətlərin qabağında, azğınlıqların önündə xurafatlar, hansı ki, bürümüşdür müsəlmanların səhvlərini, onlar bunu dərk edib, sünnəni qoruyublar, necə ki, Allahın kəlamını qoruyublar. Qoruyublar bu dini, necə Peyğəmbər sallallahu aleyhi və səlləm gətirib və qoruyublar sünnəsini, o düşüncələri, o azğınlıqda olan fikir sahiblərini, hansılar ki, cahillik və düzgün təlim almadıqlarına görə bu doğru yoldan azıblar, onları doğru yola yönətmək üçün. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini qoruyan alimlər, hansılar ki, qoruyub bu sünnəni günümüzə kimi gəlib çatmasına səbəb olublar. Onlar təqvanın, Allah qorxusunun ən yüksək mərtəbəsində olublar. Bu ağır yükə qatlanıblar, onu daşıyıblar, dini əmanət olaraq dəqiqliyi ilə bizə çatdırıblar. Lakin sünnəni inkar edənlər, hədisləri rahatlıqla tərk edənlər həqiqətdə o əzəmətli əmanətə şəkk edirlər. Allahın kəlamına şəkk edirlər, hansı ki, eyni ravilər o nəqilləri bizə çatdırdıqları kimi bu Allahın bu kəlamını da bizə çatdırıblar. Sünnəni rəvayət edənlər İmam Buxari kimi, İmam Muslim kimi və başqa ümmətin böyük alimləri kimi heç də mücərrəd hədis alimləri olmayıblar. Əksinə, Quranın ən böyük hafizləri olublar. Hansılar ki, Quranı cəm ediblər, eləcə də sünnəni rəvayət ediblər. Peyğəmbər sallallahu aleyhi və səlləmin kəlamını əzəmətləşdiriblər, necə ki, Allah Taala'nın kəlamını əzəmətləşdirdilər. Ona görə İmam İbn-i Mübarək rahiməhullah deyir ki, əl-isnadu minəd-din, isnad dindəndir. Və ləuləl isnad ləqalə mən şəə mə şəə. Əgər isnad olmasaydı, kim istəyərdi, nə istəyərdi danışardı. Ona görə də bunda dinin əzəmətliyi görsənir. Göstərir ki, Allah Teala qoruyub bizim üçün öz kitabını, öz kəlamını və eləcə də Peyğəmbərinin sünnəsini
alimlərin silsiləsi səbəbi ilə, o mötəbər kişilər səbəbi ilə, hansılar ki, nəql ediblər bizə dini, şifahi, sinələrində, kitablarında, hafizələrində şəffaf olaraq, sidqlə, dəqiqliyi ilə qoruyaraq, yalandan, xurafatdan, bidətdən pak edərək, ona görə də bu ümməti başqa ümmətlərdən seçən ən əzəmətli səbəblərdən biri də isnaddır. Və əmanətdir nəqildə o silsilə, o ravilər silsiləsi hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini bu ümmətə çatdırıblar. Onlar bu hədisləri seçməkdə, bu hədislərin səhiliyini, zəifliyini öyrənməkdə ən yüksək səy göstəriblər. Və zamin olublar bizə səhih hədislərin çatması üçün və onu hüccət ediblər ümmət üçün. Ona görə İmam Şafii rahiməhullah deyir ki, Məsəlulləzi yətlubul ilmə bilə hüccə kəməthəli hatibil leyl yəhmilu həzmətəl hatab və fihi əfə təldəğuhu və huvə lə yədri. Deyir ki, rahiməhullah, hüccətsiz elm tələb edən, yəni isnadsız elm tələb edən, gecə odun yığan kimidir, odun şələsini çiynində daşıyır, içində də ilan var, onu sancıroğu bilmir. Ona görə isnad bizi Peyğəmbər sallallahu aleyhi və səlləmə bağlayan bir silsilədir, ravilər zənciridir, hansı ki o silsilə səbəbi ilə o səhih rəvayətlər bizə gəlib çatıb. Necə ki Allah Taala'nın kəlamı bizə çatıb, bu səbəbdən də hədislər Allahın kəlamının əməli tətbiqidir həyatımızda. Və baxsaq, sünnənin əzəmətləşdirilməsinə görərik ki, həyatımızda sünnənin rolu böyüdür. Əgər onu əzəmətləşdirsək, ona əməl etsək, tabi olsaq, bizi Allaha yaxınlaşdırar. İmanımız artar, izzətlənər, Allahla aramızdakı olan bağlar möhkəmlənər, daha da möhkəm və daha da şiddətli olar. Əksinə Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verib ki, mən rəqibə ən sünnəti fəleysə minni. Kim sünnətimdən uzaq düşərsə, o məndən deyil. Və qul nə qədər çox yaxın olarsa, Peyğəmbərinin yoluna, sünnəsinə, dediyi sözlərə, etdiyi əməllərə riayət edərsə, bir o qədər çox Allahın kitabına qarşı məhəbbəti artar. O kitab ki, onu Peyğəmbər sallallahu aleyhi və səlləmə nazil edib və Peyğəmbəri sallallahu aleyhi və səlləm açıqlayıb onu. Və in tuti'u təhtədu, ona tabi olsaz hidayət olarsınız. Və bəs edir ki, sünnəni əzəmətləşdirmək ümmətin birliyidir, cəm olmasıdır. Çünki hamı bir yolda olmalıdır, bir mənhəcdə olmalıdır, bir Peyğəmbərə tabi olmalıdır. Allahın kitabında gələn əxlaqi dəyərləri yaşamalıdır, həyatını onun üzərində bina etməlidir. Rəbbimizin nazil etdiyini əməl edib, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin gətirdiyi bəyana tabi olmalıdır. Sünnəni əzəmətləşdirmək bizə İslamın həqiqi şəklini büruzə çıxarır. Sünnədən tutunmaq bizi örnek edir başqalarına. Çünki İslam dini parlaq bir dindir. Gündəlik həyatımızda olsun, ömrümüzün hamısında olsun. Onun əxlaqi dəyərlərinə əməl etdikcə o əxlaqi dəyərləri görən, bu dinə mənsub olmayanlar əksinə bu dinin əzəmətini dərk edir. Bu dinin asanlığını dərk edir. Bu dinin paçılığını, saflığını dərk edir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləmin yolu, onun sünnəsi, hədisləri səbəbdir həm bu dünyada, həm ahirətdə nicata çatmağa, uğur qazanmağa və heç də ağır bir yol deyil. Əksinə asanlaşdırılmış bir yoldur. Və ennə həzə sıratı müstəqimən fəttəbi'u və lə təttəbi'us subul. De ki, bu mənim doğru yolumdur. Ona tabi olun, yollara tabi olmayın. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində addımlamaq uğur yoludur, nicat yoludur. Niyə də yox? Onu ilə qəlb rahatlaşır, nəfslər sakitləşir, qəlbdə sabitlik hökm sürür. Peyğəmbər sallallahu aleyhi və səlləmin təlimi insanın daxilini razı salır. Xoşbəxt həyat sürməsi üçün əhvalını dəyişir. Kim sünnəyə tabi olarsa, Peyğəmbərin dediyi sözlərdə, etdiyi əməllərdə artıq İslamı, Allahın kəlamını əzəmətləşdirib. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi daim xatırlanmalıdır. Və xatırlandıqca əhəmiyyəti dərk edilir. Bilinir ki, bu Allahın göndərdiyi dindən bir parçadır, onun ayrılmaz bir hissəsidir. Ona görə də bu sünnəni öyrənməliyik, ona əməl etməliyik və öyrətməliyik yaxınlarımıza, qohumlarımıza, övladlarımıza, onların qəlbində kök salsın deyə və həmçinin nümunə olaraq bu sünnəyə əməl edərək insanlara bunda örnek olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini qorumalıyıq. Necə ki Allahın kəlamını qoruyuruq və sünnəni tətbiq etməliyik. Gündəlik həyatımızda həris olaraq eşitdiyimiz, bildiyimiz hər bir əmələ, həyatın hər bir sahəsində, istər ibadətdə, istər müamilədə, istər əxlaqda, hər bir sahədə dərk etməliyik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə bizə nəql olunan bu hədislər heç də elə belə deyil. Əksinə dərk etməliyik məsuliyyəti. Bilməliyik ki,
bu Allah'ın kəlamının açıqlamasıdır və onu əzəmətləşdirmək, Allah'ın kəlamını əzəmətləşdirməkdir həqiqətdə. Allah'ın kəlamına layiq bir şəkildə, eləcə də Peyğəmbərinin sünnəsinə layiq bir şəkildə əzəmətləşdirilməlidir. Çünki bu doğru yoldur. Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi İslamı dəyərlərdir. Hansı ki Quran onu təsdiqləyir, ona yönəldir. Allah'tan diləyirəm ki Allah Teala bizi sünnədən tutunanlardan etsin, ona əməl edənlərdən etsin, bizi faydalı elmlər ruzuləndirsin, salih əməllər ruzuləndirsin, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun, harada zəif müsəlmanlar varsa onlara kömək olsun, harada xəstə müsəlmanlar varsa onlara şəfa versin. Əqulu mə təsməun və